Məktəbli pulunu almaq istədiyi məktəblinin qardaşını bıçaqladı. Yeniyetmə məktəbin qarşısında bıçaqlandı. Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlandı. Yasamalda dəhşət. 14 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bıçaqladı. Çox tez-tez qarşılaşdığımız bu cür xəbərlər göstərir ki, yeniyetmələr arasındakı mübahisələrin əksəriyyəti qanla tərəflərdən birinin öldürülməsi ilə bitir. Bəs problem nədədir? Bıçaqların yeniyetmələr üçün əlçatan olması mı? Deputat Müşfiq Cəfərov bu problemlərin həll yolunu qatlanan bıçaqlara qadağa qoyulmasında görür. Satışı qadağan olunmalıdır. Adətən ovçular istifadə edirlər. Məktəblərdə yeniyetmələr arasında xırda bir söhbətin üstündə o bıçaqlardan istifadə olunur. Bıçaqlanma hadisələrində daha çox istifadə olunan bıçaq hansıdır? Yəni yəqin ki, görərik ki, qatlanan bıçaqlardır. Düşünürəm ki, bu reydləri də keçirmək heç də əsassız olmaz. Yəni uşaqlar da artıq məsuliyyət hiss eləyər. Hər kəs məsuliyyət hiss eləyər ki, yəni bunun artıq qadağası var. Bugün yeniyetmələr əvvəlkindən daha sərbəstdir, lakin bu sərbəstlik bəzən nəzarətsizliyə çevrilir. Sosial şəbəkələrdə zorakılıq tez-tez qəhrəmanlıq kimi təqdim olunur. Aqressiv davranışlar isə özünü ifadə və təsdiq etmə yolu kimi qəbul edilir. Psixoloqlar hesab edir ki, uşaqların gündəlik oynadığı oyunlar da zorakılığa, ölməyə, öldürməyə meyillilik yaradır. Uşaqlar arasında geniş yayılmış oyunların əksəriyyəti döyüş oyunlarıdır. Bu döyüş oyunlarında səsləndirilən ölüm, öldürmək və yaxud da silah kimi terminlər uşaqlar üçün gündəlik adi məsələlərə çevrilir. Belə olan halda onların cinayətə meyllənməsi və eyni zamanda öz aralarında bu şəkildə danışmaqları normallaşa bilir. Daha gərgin sosial münasibətlərə, daha çətin uyğunlaşan, eyni zamanda həyati rolları daha yavaş və çətin icra edən birinə çevrilirlər. Onlara zərər verən kontentlər mütləq şəkildə qadağan olunmalı və valideynlər davamlı buna nəzarət etməlidir. Sosioloqlar bildirirlər ki, sosial problemi yalnız inzibati qadağalarla həll etmək mümkün deyil. Əsl problem məktəblərin tərbiyəvi rolunun formal xarakter almamasında, ailə nəzarətinin zəifləməsindədir. Odur ki, paralel olaraq əsas problemin həllinə də çalışmaq lazımdır. Soyuq silahların nə qədər çətin əlçatan olarsa, bir o qədər cinayət hallarında da müəyyən qədər bir azalma müşahidə oluna bilər. Yeniyetmələrə lazımi şərait yaradılmalıdır ki, o özünü necəsə ortaya qoya bilsin. Baxılmalıdır ki, yəni gənclərin düşüncə tərzlərini reallaşdıra bildikləri, ortaya qoya bildikləri platformalar varmı, yoxsa yoxmu? Əgər bu yoxdursa, təbii ki, gənclər özünü aktuallaşdırmaq üçün kriminal aləm, mafiya tərzi, kultlara, mədəniyyətlərə meyllənməyə məcbur olurlar. Bu da cinayətləri artırır. Keçmiş polis Şəmsəddin Əliyev bildirir ki, bu qadağanın tətbiq olunması çox vacibdir. Zorakılığın başqa formalara keçməməsi üçün valideynlərin uşaqla xüsusi şəkildə işləməsi vacibdir. Bıçaqlanma hadisələrinin qarşısını almaq üçün mütləq mənada bu qanunun qəbulu çox vacibdir. Həm də valideyn məsuliyyətinin və valideyn nəzarətinin də artırılması burada önəm kəsb edir. Valideyn orta məktəb arasında bu körpü, bu təmas çox normal bir şəkildə davam etsin. İctimai qaydanın qorunması, təlim-tərbiyə işlərinin gücləndirilməsi sahəsində müəyyən işlər aparmaq lazımdır. Hüquqşünas Şamil Paşayev bildirir ki, problemin həlli yalnız qadağalarla mümkün deyil. Onun sözlərinə görə mövcud qanunvericiliyin tətbiqinin gücləndirilməsi vacibdir. Biz qatlanan bıçaq və yaxud da qatlanmayan bıçağı satışdan yığışdıra bilmərik. İnzibati tədbirlər, hüquq prosedurları, sanksiyalar qoymaq olar. Azərbaycan Respublikasının qanunvericiliyinə görə soyuq silah gəzdirmək qadağandır və buna görə müəyyən məsuliyyət nəzərdə tutulur. Silah da qadağandır, amma cinayət etmək istəyən adamlar bunları hardansa tapırlar. Bıçaqla yox, zehniyyətlə mübarizə aparmalıyıq və insanlara etməliyik ki, onlar üzərində hər hansı bir bıçaq gəzdirib digər şəxslərə xəsarət yetirmə düşüncəsində olmasınlar. Zorakılığın aləti dəyişə bilər. Amma səbəblər dəyişmədikcə təhlükə qalmaqda davam edir. Nəzarətsiz azadlıq, diqqətsiz valideynlik, formal təhsil və aqressiyanı normallaşdıran kontent. Bütün bunlar yeniyetməni cinayətə bir addımda yaxınlaşdırır. Problemin həlli üçün mütəxəssislər gənclərin hisslərini sözlə ifadə etmələrinə şərait yaradılmasını, onların faydalı məşğuliyyətlərə cəlb edilməsini və bu cür davranışların gələcək həyatları üçün doğura biləcək təhlükəli fəsadlar barədə maarifləndirilməsini vacib sayırlar. Fəridə Şahbazova, Əskər İbrahimli, APA TV.